Evdə pizzalarınızın restoranlarda daş sobalarda bişən pizzalara bənzəməyini istəyirsinizsə, mütləq dediklərimə riayət edin. İnanılmaz ləzzətli olacaq. Nəzərdə çatdırım ki, əsl pizza xəmirinə italyanlar un, su, duz, mayadan başqa heç bir əlavə nəsə qatmır. Pizza xəmiri reseptləri çoxdur, amma bu mənim üçün ən ideal ev pizzasıdır. 1 ədəd pizza üçün 1 stəkan su, yarı stəkan duru yağ, 1 çay qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, yarı çay qaşığı quru maya, 2 yemək qaşığı mayonez və aldığı qədər un. Ələ yapışmayan yumşaq bir xəmir yoğurub mayalandırın. Hardasa 30 dəqiqə 40 dəqiqə mayalansın. Pizza xəmirini oxlovla yox, əlimizlə açmalıyıq. Kənarlardan ortaya doğru əlimizlə açmağa başlayırıq. Mütləq qarğıdalı unu ilə açmalısınız. Baxın burada diqqətli olun, qarğıdalı unu deyirəm. Qarğıdalı nişastası demirəm. Əlavə qabarmaların qarşısını almaq üçün xəmiri belə deşirəm. Pizza sosunu da tomat pastası, su, duru yağ, sarımsaq və çəki-kötə əlavə edirəm. Ət məhsullarını aşağıdan yığıram. Barbekü soslu toyuq hazırlayıram. Sonda isə üzərinə saçaqlı pendir də əlavə elədim. Bir ədəd də belə qarışıq pizza hazırladım. İndi gələk əsas məsələyə. Pizzaları bu formada düzdükdən sonra hardasa otaq temperaturunda 30 dəqiqə gözlədim. Qalan xəmirə belə hot-doglar etdim. Bu pizzaları uşaqlar üçün hazırlayırdım. İstədim elə reseptini də sizlərlə bölüşüm. Ona görə elə düzbucaqlı formada da hazırladığım listə uyğun. Öncədən istirilmiş 200 dərəcə sobada qıraqları qızarana qədər, üzəri bişənə qədər bişirin. Pizza xəmiri qətiyyən sizə qalın görünməsin, içərisi tam süngər kimi idi. Xəmiri xırçıltılı, dadına doymayacağınız bir pizza istəyirsinizsə, mütləq bu reseptə və dediyim qaydalara əməl edin. Dediyim kimi pizza reseptləri saysız hesabsızdır. Gələcək videolarda daha maraqlı pizza xəmiri reseptləri paylaşacağam.